etkinliğimiz var. Buyurun. Şimdi burası geçiyor bu tarafa. Söyleşi salonunda. Burası dükkan. Hadi gel çekelim. Emre sen de geç. Merhaba arkadaşlar. Bugün burada toplanmamızın sebebi bizim Azerbaycan masallarının Türkiye Türkçesine çevrilmesinin ve size teblimatında iştirak ediyoruz. Azerbaycan kültürel miraslarından olan Azerbaycan masallarımızın bir kısmının toplanıp Türkiye Türkçesine çevrilmesinde ilk önce amacımız oydu ki iki halk arasında olan köprünün möhkemlenmesi, genişlenmesi için ve siz genç okucularımız bizim masallarımızı da yakından anlayıp ve onların necə de önemli olduklarını bilmesini için Türkiye Türkçesine çevirmiştik. Ve burada Azerbaycan tüm halkın inkişafında geleceğimiz olan, bizim irsimiz olan çocuklarımıza bu masalları güzel bir şekilde çattırmaya çalıştık. Ve bu kitabın yaranmasında, Azerbaycan Masalları kitabının yaranmasında, yaranmasında resimli halda çok güzel resimlerle şekillendirilmiş haldadır ve ressamımız Nüşabə Küçük yardım etmiş ve ikinci kitabımız olan İlmənin Masalları kitabının müəllifi, Maceraları kitabının müəllifi Solmaz Amanova bu söyleşide iştirak edir. Salam əziz uşaqlar. Salam əziz uşaqlar. Salam Türk xalqı. Bugün biz sizə İlmənin maceraları 32 hərfdən, bizim əlifbamız 32 hərfdən ibarətdir və İlmənin maceraları 32 nağıldan ibarətdir. Bu kitab Azərbaycan Mədəniyyət Mərkəzi, Türkiyədə yerləşən, Ankara'da yerləşən Mədəniyyət Mərkəzi tərəfindən, bizim Mədəniyyət Nazirimizin tərəfindən Türk dilinə tərcümə edilib və mən bugün sizə istəyərdim bu kitabla tanış edən. Bizim Nəyə görə mən sırf qəhrəmanımın adını qoymuşam İlmə. Uşaqlar, əllərimizi belə edin, zəhmət olmasa barmaqlarımızı. Bizim xalçələrimiz qədim tariximizə, bizim gözəl xalçələrimiz bir ilmədən ibarət olsa bunu dartın, açılar. Ancaq ilmə belənçi edin, uşaqlar, belə edin, belə. İndi dartın. İndi görürsünüz ki, onu çox çətindir açmaq. Və bu ilmənin dostluğu ondan ibarətdir ki, xəlçəmizin hər bir santimetrində uşaqlar 25-30 ilmə var. Və mən qərara gəldim ki, mənim adım ilmədir, gücüm də birlikdədir. Dolanıram hər yeri, bəzəyirəm mən evim. Və qəhrəmanın adını İlmə qoydum. İndi isə gəlin tanış olaq. Mən Azərbaycan xalqının irsini çalışdım saxlayam, çalışdım yaradam bir əlifba. Bu kitabın 32 cizgi filmi, bu kitabın 320 oyunu və bu kitab Azərbaycan xalqının, Türk millətinin, bizim iki
dövlət, deməli, iki dövlət, bir millət. Onu qoruyub saxlanmasında irc fənninin bir müəllifi kimi belə bir dünyada əlifba yaratdım. Hər hərif irsimizi qoruyan A. Ən uzanan səs. Yağın ki, siz bilirsiniz, Azərbaycan xalqın gimnini yazan Azərbaycanın gözəl bəstəkarı, kompozitorumuz Üzeyir bəy Hacıbəyli. Və Üzeyir bəy Hacıbəylinin gözəl bir operası var. Arşın Malalan. Və bu Arşın Malalanda necə də uzanan səslər var. Arşın Azərbaycanın qədim sözüdür. Hər hərfdə bu sözlər var. Arşın, aşuq, aş, S, savavar, K, keçəl, kösa, X, xonça, xurcun. Və gəlin mən sizə bu kitabı cizgilərlə indi sizi tanış edən bunu. Zəhmət olmasa, gəlin baxaq. Əvvəldən açıq kitabı. Kitabı əvvəldən açıq uşaqlara göstərin. Əvvəldən kitabı. İndi musiqisini də açıq. Bax, burada bunun üstünə 2 dəfə basın, zəhmət olmasın. Basın, cizgini açaq. Musiqisini də verin. Allah bacının altında məşğul edir. Aşın malalan. Nə olub gülməyə? Aşın malı satırsan, yoxsa məni çağırırsan? Deyə A hərfi həyəcanla ondan soruşdu. Yox, yarışa hazırlaşıram. Gecə vaxtı ay işığında nə yarış? Mahnı yarışı. Azərbaycanda mahnı yarışı keçiriləcək. Bütün dünya axışıb bura gələcək. Nə yaxşı, bunun üçün çox hazırlaşmaq lazımdır. Amma bizim vaxtımız çox azdır, deyə İlmə ona cavab verir. Elə bu zaman nağıllar aləmini şər qüvvələrdən xilas etmək üçün yollanan ağ atlı oğlan meşədən keçirdi. Bu ağacın altında durub söhbətləşən A hərfi ilə İlməni gördü. Xeyr ola, axşam vaxtı bura niyə yığışmısınız? Mahnı yarışına hazırlaşırıq. Mən sizə kömək edə bilərəm. Bizə sehirli lampa, güzgü, uçan xalça və çarıqlar lazımdır. Tez bir zamanda saray tikək, ən yaxşı səsi olan müğənniləri seçək. Onda gəlin birgə nağıllar aləminə gedib bu sehirli əşyaları tapaq, deyə ağatlı oğlan İlmə və A hərfini atına mindirib yoluna davam etdi. İndi isə Səs var mı? İndi isə gəlin sizinlə nağıllar aləminə, bizim əlifbamıza səhvət edelim. Gəlin. Zəhmət olmasa baxmayın, yavaşlayın. Bax, burada A hərfi, arşın malanan, A atlı oğlan, A hərfimiz, Azərbaycan, ay işığı altında, axşam. Bu bütün sözlər A hərfi ilə başlanır. Çevirin kitabı zəhmət olmasa qabağa gedək. Qabağa gedək. Bura baxın. Bu bizim nar ağacımız. Nar ağacı, hamı bilir ki, nar necə xeyirli meyvədir. Burada nar ağacı cizgi filmi. Bizim Azərbaycanda xalçəmiz var. Xalçə adlanır narlı xalçə. Və bu xalçə çox gözəl bir nar, deməli, xalçəsi ilə bəzənir. İndi gəl, tez-tez çevirin kitabı. Turac, turacı saxlayın. Turac və Seyirli Daraq. Turac və Seyirli Daraqın ayrıca bir nağılı var. Turac və Seyirli Daraq. Və bu nağıl sırf bizim Novruz bayramımıza aiddir. Və mən istəyərdim ki, siz bu qədim əfsanənin və Turacın rəqsini yazan Üzeyir bəy Hacıbəyli, bizdə bir rəqqasə vardı, Aminə Dilbazi. O həmişə bildi. Mən
Samirə deyirlər, mən Turacam və o Turac rəqsini ifa edirdi və mən bugün sizə onu da göstərəcəyəm və mən istəyərəm ki, bu Turac kəndli bir qız olur, o çox kasıb olur və onu ata-ana gətirib bir xanım evinə qulluqçu kimi verirlər və uşaq orada işləyir, xanım Novruz bayrağı qabağı deyir, hara etmirsən, hara, Turac gəl, get bazara, alma, armud, şamal gəl, qız sənin yansın canım, bayram gəlibir, boşdur, bəlkəm sənə bu xoşdur. Xanım, pul ver bazara gedim, pis alış-veriş edim, ala sənə bir, uşaqlar, bizim pulumuz necədir? Kim deyər bizim pulumuzu? Pay verəcəyəm. Bizim paramız necə adlanır? Kim deyər? Gəl, tez ol, gəl. Suallarıma cavab verəndə sizi gözəl bir, deməli, hədiyələr gözəl. Aç bunları görsənindən gözləyir, aç. Azərbaycanın gözəl şəkər konfetləri. Təbrik edirəm, hamaya çalaq uçağımıza. Bir manat, bir xanım, sizə var sualım, bir manata nə alın? Bax, belə bir tamaşadır. İndi isə mən istəyirəm sizi, deməli, bu xanım evində çalışır, bir manatı verir, gelir bazara və s. Və gəlin baxaq, axırda bu Allaha yalvarır bu xanımın əlindən, əzabından qutarsın, çevirir quş olur. Quş olandan sonra bu yadına salır, xanım darağını istəyəndə tapa bilmir. Yadına salır, darağı hara qoyub. Gəlir, pencərədə oturur, deyir, xanım, daraq boğçada, al qırmızı taxçada, tax. Və o uçur göylərə və axtarır öz evini. O öz evini tapa bilmir. Və bizim nağıl qəhrəmanımıza, İlməyə, yavaşca biz burada keçəcək, biləcəksiniz İlmə kimdir, ona rast gəlir. Gəlin Turaca bu cizgi filminə baxaq. Yox, dala çevirin, arxaya. Yox, bura yox. Arxaya, qabağa. Qabağa. Bir də burada indi açın göstərək cizgi filmini. Turac və İlmə. Turac və İlmə. Səhər tezdən İlmə anasının yanına yaylağa gedəndə qarşısına Turac çıxdı. Demək istəyirəm, sözləri və musiqisi mənimdir və özüm burada oxuyuram. Sən niyə görə ağlayırsan? Turac, ağlaya ona cavab verdi. İlmə, dərdim böyükdür. Anam yadıma düşür. Sənin anan hardadır? Sən yanında, o gün qırağındakı balaca bir daxmada yaşayır. İlmə təəccüblə soruşdu. Quş da daxmada yaşayar. Turac öz həyatını ona danışdı. Mən kəndli bir qız idim. Xanımın evində qulluqçu işləyirdim. Bir gün xanımın darağını boğçaca Şuralar gelirsiniz ama hədiyələr olacaq. Boğçaya qoydum. Sonra isə onun yerini unutdum. Xanım darağı istədikdə onu tapa bilməyib. Allaha yalvardım ki, məni quşa çevirib uzaqlara aparsın. Göylərə uçan zaman darağın yeri yadıma düşdü. İlk isə quşa çevirdiğim üçün anam məni tanıyır. Sənin dərinə əlac var. Bu rəqsi isə Turacan var. Onu Zeynəyə yazır. Turac o dəqiqə dönüb yenidən qız oldu. Onun sevincinin həddi hüdudu yox idi. Baxardı, anası onu tanıyacaqdı. İlmə dedi. Bugündən sən istədiyin vaxt quş, istədiyin vaxt isə çevrilib qız ola biləcəksən. Quş olmaq istəyəndə saçlarına sandıqdakı darağı sanc. İlmə əlindəki kiçik müzgünü ona uzatdı. Sənin daha gəliz kimi yaşamağını istəmirəm. Turac müzgünü götürüb qapağını açdı. Orada bahalı daş-qaşlarla bəzədilmiş qızıl daraq və çoxlu yeni cəvahirat var idi. Turacın sevincdən gözləri doldu. Mən özüm Gül qırağında yaşayıram. Bu bizim gözəl rəssamımız Səttər Baxlızadə. Sənin çox gözəl ifaçılıq məharətin var. Burada səsini eşidən heç var. Külüman külüm, göz yaşım axır. Anam üçün mənim ürəyim yanır.
yaşım axır, anacığım məni ürək yanır. Yaşlaşmışlar, külək oyanır, turajlara bak, başı dağlarım. Qamışlar bakar, külək oyanır, turajlara bak, başı dağlarım. Bir yerde, külüm, ay külüm, qalxdım mən bəndə, oxu bülbülüm, sevindi məndə. Külüm, ay külüm, qalxdım mən bəndə, oxu bülbülüm, sevindi məndə. Uşaqlar, indi isə sizə sual. Mənim quşumun adı, nağımda olan quşumun adı neydi? Kim deyər? Kim deyər? Maması desin, quşun adı? Turaç. Al. Al. Hay Allah. Açın göstərin orada nə var? Zəhmət olmasa uşaqlar. Qəhrəmanımın adı nədir? Qəhrəmanın adı nədir? Nağıl qəhrəmanının. Kim dedi? Gəl sizin, gəl. Gəl baxaq. Gör içində nə var? İlmə. Hamaya çalsın uşağa. Beləliklə mən sizi tanışayım və göstərim. Bu kitabda görün nə qədər nağıl var. Çevirin. Əsrin bayramı. Lampa. Birinci dünyada lampa harda bunu kəşf edirlər. Rəssam və seyirli fırça. Fırçanın tükləri hardan kim bilər? Hardan götürürlər? Fırçanın tükləri dələnin quyruğundan. Aha, gəlin, bir də atın quyruğu. Arı. Arının xeyri, uşaqlar, sual, kitab pay verəcəyəm. Arının xeyri dünyaya nədir? Bugünkü gündə ekologiyamız əlimizdən gedir. Və bu mövzunu qaldırmaq, uşaqlara çatdırmaq üçün yalnız ki, biz nağılçılar əsər yazmalıyıq. Biz nağılda məndə arının xeyri nədir və arılar nə səbəbdən qırılır? Kim bu suala cavab verə bilər? Gəl, gəl əzizim, gəl. Kitab verəcəm var, gəl. Bal yapar, bal yapar. Bəli, gəl suala cavab ver. Arı nə? Xeyr gətirir. Azərbaycana yox, bütün dünyaya. Gəl. Kim istəyər cavab vermək? Gəl, gəl. Gəl, gəl. Bal. O deyir ki, bal verir. Yaxşı, balı biz yeyirik. Bütün bizim ekologiyamıza nə koyuyor? Ekologiya nə koyuyor? Bitkilerin çoğalması ne? Can, gəl bura görür. Gəl. Hamaya çalsın. Bitkiləri bitkiləri tozlandırır. Hələ Einstein demişdi ki, əgər arılar dünyada qırılsa, 4 ildən sonra dünya məhv olacaq. Allah, sən bu kitabı pay alırsan, hamaya çalsın uşağa. Sən həmsi sualın. Polenleri dağıtır. Kitabı istəyir. Onda sən mənə cavab ver. Arıdan başqa təbiəti xilas edər. Deməli, hansı bir həşərat, hansı həşərat dünyanı o da kömək eləyir. Adı para. O da ağacları, gülləri tozlandırır. Yaxşı, onda bir suala cavab ver. Bir bax bayrağımıza, neçə rəngdən ibarətdir? Gəl bax bayrağımıza, gəl bura, gəl bura. Azərbaycanın bayrağı, gör neçə rəngdən ibarətdir? Rəngləridir? Yeşil, kırmızı, Yeşil, kırmızı, mavi. Yeşil, kırmızı, mavi. Mavi, aha! Allah, sən bu kitabı pay alırsan. Sağ ol, çox sağ ol, yaxşı suallara cavab verdin. İndi gəlin. Ya video yox, çevirək, video yox. Kitab böyükdür, çatdırmarım. Deməli, bu bizim içəri şəhərimiz. Azərbaycanın
ən gözəl abidəsi Qız Qalası İçəri şəhərdə yerləşir. Və İlmə ora gələndə sərpuş görür. Və o deyir ki, biz bunun adı sərpuşdur. Deyir, gələn xarici turistlər deyirlər ki, bu plovka bağı deyil, bu gəl. Yox, dayı, bu plovka bağıdır. Və bunu bizim millətimiz, bizim irsimizin sözüdür. Bilməlidir ki, sərpuş plovka bağıdır. Gəl deyil. Burada yazılır. Gəlin çevirək. Yox, naxılı göstərməyək. Vaxt gedir. Kitab böyük. Şuşa. Kim bilir ki, uşaqlar, Şuşa hansı bölgədə yerləşir və kim bizimlə müharibə aparıb və Türk xalqı bizə bu işdə köməkçi olub. Uşaqlar böyüklər, hansı bölgədə müharibə? Bəli. Ermənistan. Hansı bölgədə yerləşir Şuşa? Qarabağ. Siz bunu gəlin. Gəl bura. Budum daha kitab. Gəl. Ayşala. Əziz Türk xalqı, 44 günlük müharibədə biz axır ki, bu günahsız deyə bu qalan ermənilərə qalib gələ bildik. Biz onları qovduq. Amma bu nağılı, bu cizgi mən yaratmışdı 2004-cü ildə və öz ilk fənnimi tətbiq edəndə uşaqlar mənə həmişə sual verirdi. Müəllimə, biz görəsən ora qayıdacaq, axı burada o ilmə qayıdır. Gəlin bu cizgini göstərək. Bu çox vətənpərvər cizgidir. Mən deyirdim ki, uşaqlar, biz mütləq ora qayıdacaq. 2004 üstündən 16 il keçdi və mən bir xoşbaxt yazaram ki, mən bu qalibi gördüm. Mən bunu gördüm. Bizim xalqımız gördü. Türk milləti gördü. Mənim deməli əsərlərim var. Şuşanın seyirli açarları. 1752-dən Pənahali Xan Cavanşir tərəfindən necə Şuşa qalası tikilmişdi. Və 2020-ci ildə biz daha qalib gələndə al biletli igid əskər. Bu əsərim, bunlar çox tarixi əsərlərdir. Gəlin göstərək cizgi filmi. Gəlin baxaq uşaqlar. Bülbül. Hər səhər ilmə. Bu adi köynək deyil. Pənahali Xan Cavanşirin köynəyi dünyada bu köynəkdən 3 dənə var. İkisi toplumumuz elidadır. Şah İsmail'in uzun qasanı, biri Azərbaycanda Nizami Gəncəli üzərində. Onun üzərində Quranın ayələri toxunur. Bakıya uçub getdilər. İlmə təəssüflə dedi. Mən bülbülle görüşməliyəm. Ona görə də Bakıya yollanıram. İlmə ağacın kölgəsində əyləşib, Qız Qalasını, Xəzər dənizini seyr edirdi. Birdən bülbülün qəmli nəğməsini eşitdi. Kim deyər? Axırda sual verəcəm. Sözləri musiqisiz olma zamanımındır, amma burada mən oxumuram. Gözüm yaş səhər axşam, gözüm yaş səhər axşam. Xarı bülbül, ayrılıqdan soğudum bülbül, ayrılıqdan soğudum bülbül, ayrılıqdan soğudum bülbül. Bülbül, niyə belə qəmlisən? Evini qoyub buralara niyə gəlmisən? Deyə İlmə ondan soruşdu. Bilməm, Qarabağda müharibədir. Torpaqlarımız düşmən tapdağı altındadır. Mən birtəhər uçub gəldim. Rəfiqəm isə orada qaldı. Ona görə də qəm-qüssə içindəyim. Mən sənə kömək edərəm, deyə İlmə papağından bir saat oparıb niyyət etdi.
Elə həmin dəqiqə müharibə qurtardı, torpaqlar Azərbaycana qaytarıldı və onlar Qarabağa qayıtdılar. Çükür düzündə xarı bülbüllər açdı. Onun ətri hər tərəfi bürüdü. Quşlar isə onların ətrafında uçub cəhcəh olmaq başladı. Açtım. Zəhmət olmasa göstərək. Yox, cizgini göstərmirik. Kitabı çevirin. Yoxsa var gedir. Uzun qulaq. U hərfi. Ud, uzun qulaq. Axşam, ulduzlara, armud ağacın altında. Göstərin. Canavar. Axşam. Dəvə və ilmə. Mekke'ye gelir. O dağlar. Azərbaycanda belə bir dağ var. Yanar dağı adlanır. Və Azərbaycanda qədim, biz riayət eləmişik, o da qədim od məbədi atəşgah adlanır. Çox gözəl bir abidədir. Çevirək. Xonça. İndi sizə sualım. Biz xonçanı hansı bayramda bəziyirik? Bişmələr bişiririk. Hansı? Qurban bayramı. Onda xonça yox, onda başqa cür olur. Gəl deyim, gəl. Kim dedi? Aha, hansı bayramda? Ayca. Novruz bayramında. Bir sualım da var. İndi bir sualım da size var. Novruz bayram qabağı biz 4 çərşənbə qeyd edirik. Deyə bilərsən onların adların. Təbiətə nə lazımdır birinci? Onu ayırmaq üçün. Zemlə. Sonra nə? Ot. Sonra nə? Yel. Sonra nə? Alov. Yel. Axırda da torpaq. Biz nə əkirik? Nə əkirik? Uzun. Sənəni. Düzdür. Sən nə istəyirsən olma? Sənə mən istəyirəm bu kitabımı 32 cizgi filmini pay verəm. Hamıya çalsam sizə çox güzel. Şimdəli, xonça, xalçə, xurcu, xəstəlik, xanı, xala, hamısı X hərfindən başlayan sözlər. Keçək. Bu qəhrəmanlar bizim Novruz bayramda keçər və kösər. Çevirək. Misirdə birinci şahmatı Misirdə kəşf edilirlər. Keçir. Bax bu Qız qalası. Qız qalasının çox gözəl əfsanəsi burada deməli öz əksini tapır. Bu nağılı oxuyanda siz daha bunun əfsanəsini biləcəksiniz. Çevirək. Samavar, armudu stəkanda, nə? Çay. Çevirək. Səhəng, samavar, su. Elflərin dünyası. Eynək. Çevirin. Şam ağacları Azərbaycanda
bütün dünyada kırırdılar. Değirme deyir, bu ağaçları neye göre kırırsınız? Ve o bir tane şam verir. Azerbaycan'da geçmişte bir şamla yanan hamamlar olub. Bir kırmayın şam ağacını. Bir tane bu şamı yandırın, hamam kızacak. Ve bu hamamlar bizim tariximizdə qalıb və var idi. İndi qalmır, əlbəttə ki, amma yazılarda var ki, belə bir hamamlar olub. Bax, bu hamam. Amma qalıb şəkildə bu hamam hələ var. Tak, cin. Kimdə nə deyər? Bu nağıl. Alaaddin. Ay, kim dedi onu? Dur, gəl. Görəsiniz. Zilin abla. Hamı, əl çalsın. Neçə yaşım var? Neçə yaşım var? Yeşil kart. 11 yaş. Bu sənə uyğundur. Get, oxu. Azərbaycan tarixi biləcəksən bu kitabdan. Cin, Ələddin və Ələddinin lampası. Uçan çarıqlar. Sonra. Val, keçmişdə ən gözəl bizim musiqilərimiz ovallarda qalıb. Şəfqət Ələkbərova, Üzümün daşı Firuzədəndir və s. Zəmbil, zəmbil, sonra cizbız, zurna, zəfəran, bu sözlər öz əksini bu nağılda tapıb. Üzük. Nizami Gəncəvinin bir gözəl əsəri var. Fitnə adında əsəri. Bax, bu öz əksini burada tapıb. Fitnə və faytonçu. Gedək. Gildən yaranan elmə. İndi mən onu sizə deyəcəyim. Sizə yarım maraqlıdır, dünyaya elmə necə gəlib. Ördək. Bütün dünyada ördəkləri qırırdılar. Ördək yalvarır, ay ilmə, belə edilən ki, bizi qırmasınlar. Və beləliklə, ilmə belə edir ki, dünyada birinci gələn, birinci şariki vuruçka. Kısaca, Amerikanlar kosmosa gələndə şariki vuruçkanı 10.000 dənə şariki vuruçka çıxmışdı və bir gündə hamısı satılmışdı. Gedək, çevirin. Mağarada yaşayan var, bu çox maraqlı bir nağıldır. Çevirin. Çevirin. Pıs-pısa xanım, bir də ilmə. Demək, bu nağılda, xanım ki, burada sizə göstərib, xalq, deməli, bizim nağıllarımızda belə bir qəhrəman var. Bu qəhrəmanın adı, bunu hamı tanıyır, bunu yazan Abdullah Şaiqdir, Tık-tık xanım. Və onun gözəl manısı var. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə, dost gəzirəm özümə, dost hardasan, tez gəl, hardasan, tik tik tik. Və bu şeiri yazan Ramiz Revşəndir, Azərbaycanın xalq şairi. Hərflər, çevirək, əjdaha jületta və beləliklə 32 hərfimiz bitdi. Gözəl kitabı mən sizə burada Türk dilinə Azərbaycan Mədəni Mərkəzi tərcümə edib və mən sizə bunu göstərdim. Bəli, indi açım. İndi isə Azərbaycanda birdən Bakıya görürsünüz. Mənim 2 mərtəbəli İlk nağıl evim var. Mən özüm akademikam, Azərbaycanın professoruyam, incəsənət üzrə. 2 mərtəbəli nağıl evim var və gəlin indi baxaq. Bu nağıl evi harada yerləşir və bu nədir? Baxın, səsim verin. Bu mənim sözlər. Hoş gəlmişsiniz İlk nağıl evinə. Sizi burada möcüzələr gözləyir. Budur mənim nağıl evim. Gənclikdə yerləşir. Siz bugün nağıla qulaq asın. Nağıl üzərində master-class işləri görəcəksiniz. Uşaqlar gəlir ora. Master-class. Sehirli dənilən pişmələr Xəlşət oxuyur. Sehirli dənilən pişmələr, milli pişmələr, şəkərbura, baklava, şorboğal, mütəkkər. Kırsullarına giyimlər. Bu mənim qəhrəmanım ilmə. Giyimlərini giyimlər. Giyimləri var. Burada giyimlər. Sehirli xələtim də var. Xələt də var. Uşaqlar görün bura necə də maraqlıdır. Siz mütləq viktoriyalara cavab verəcəksiniz. Latatron oyunları var. Çox maraqlı bir oyunlardır.
Əziz uşaqlar, indi isə mən sizi Hadi nədir bunun? müstəqil sistemlərdən izləyib buna baxarsız kimlərdən fərq olasınız. Axmama 32 satdan ibarət seyirli papağı var. Görəsən siz nağıla baxandan sonra suala cavab verə biləcəksiniz. Niyə görə onun papağında 32 dənə sap seyirli? Niyə görə? Axırda bir sual verəcək. İndi gəlin nağıla baxaq. İlmə dünyaya necə gəlib? Köhnə xorcunu götürür və içinə ağ ip yumağı qoyub bulaq başına gelir. Xurcun bax budur. Yumağı gülün içinə al və gözlə. Səni möcüzə gözləyir. Bu sözləri deyib, səs və işıq yoxa çıxdı. Əli o dəqiqə ayağa qalxıb yarı qaranlıq otaqdakı köhnə sandığı tapıb içindən xurcunu və ağ ip yumağını götürüb bulaq başına aldı. Yol boyu o fikirləşdi. Görəsən məni hansı möcüzə gözləyir və niyə mən ağ ip yumağını gilə atmalıyam? Əli meşəyə gəldi. Ağ yumağı bulağın yanındakı gülün içinə atdı və gözləməyə başladı. Birdən bulaqda su qaynadı, bütün güllər başlarını qaldırdılar, ağaclar bulağa doğru əyildilər, quşlar uçub budaqlara qondular. Dovşan, tülkü, dələ, kirpi balaları Əlidən qorxmayaraq bulağa yaxınlaşdılar. Əli gözlərinə inanmadı. Qaynayan su gilə batmış ağ yumağı yuxarı qaldırdı. Günəşin şəfəqləri hər yeri işıqlandırdı. Qızıl gülləçəkləri, quş lələkləri havaya qalxaraq yumağın ətrafında dövrə vurmağa başladı. Bu an möcüzə başladı. Günəş şəfəqləri gili balaca bir oğluna çevirdi. Oğlunun ayaqlarında rəngli corablar, əynində şalvar və jilet, belində kəmər, başında isə rəng-bərəng saxlarla toxunmuş papaqları idi. Birdən bunlar dilə gəlib dedi. Əli, gildən yaranan uşaq sənə sevinç və həbbətlə dolu həyat bağışlayacaq. O bütün quşların, heyvanların, güllərin, otların, ağacların dilini başa düşəcək. Onun başındakı papağın 32 sapı seyirlidir. 7 rəngli bu papağın hər rənginin sapı möcüzə yarada bilir. Qırmızı rəng al-qırmızı qızıl gülün ləçəyindən əmələ gəlir. Ağ rəng, səhərin rəngi, qara torpağın, yaşıl təbiətin, mavi səmanın, göy çayların, bulaqların, gölün, dənizin, sarı rəngi isə... Allah insanı yaradanda neydən yaradır? Sizə sualım. İlmə nəğmə oxuya-oxuya atası Əlinin əlindən tutdu və onlar evə yollandı. Heyvanlar, quşlar onlarla sağollaşırdılar. Çoban Əli isə Allaha dua etdi. Axı artıq onun İlmə adlı bir oğlu var idi. Bu da mənim nağıl evim. Kim Bakıya gəlsə, xoş gəlmişsiniz. Git nağıl evine. Nərgiz Qətavcı, 90 kitabın müəllifi, 57 çizgi filmin müəllifi, 330 dənə oyun, 90'dan keçmişim. Axırıncı kitabım... Sağ olun, sağ olun, solmaz Pəri. Çok sağ olun. Biz bugün çok güzel bir vaktimizi geçirdik. Biz mütləq buraya yerə gələcəyik. Sizin yeni nağıllarınıza qulaq asmaq üçün. Çok sağ olun. Türkiye'ye
və uşaqlarla yağın ki görüşəcək. İndi isə mahnımın sözləri və musiqisi Solmaz Amanovanın oxuyur Məryəm Şabanova. Rəqqasəmiz hardadır, gəlin. Hardadır? Bunu yox. Mahnını, bu lazım deyil. Mahnını. Məryəm, dördü. Verin dördü. Cemaat yorulub, uşaqlar yorulub, dördü verin. Uşaqlar, ay verəcək, mənim rəqsini. Azərbaycan elim gəldi, qaldım buran ürəkli. Azərbaycan, Azərbaycan, sevgisi gözəldi. Bakı kürəklər şəhəri, buludlar məskəni. Əzər kürmanlı, qaran evli, uzaq sizdən hərdən nəzər. Düzlərində ceyran qaçar, yamaçları nəzər turar. Açıldır qulaç, qulaç. Düzlərində ceyran qaçar, yamaçları nəzər turar. Aram pındıza baxır, açıldır qulaç, Bu bizim Bakımızdır. Azərbaycan elim gəldi, qaldım buran ürəkli. Azərbaycan, Azərbaycan, sevgisi göydi. Gözəl vətən, gözəl diyar, ürəyimdə arzular. Daim yaşa, daim var ol, çiçək açsın boğazlar. Düzlərində ceyran qaçar, yamaçları bəzək durar. Aram pambığa baxır, açıldır qulaç, qulaç. Düzlərində ceyran qaçar, yamaçları bəzək durar. Aram pambığa baxır, açıldır qulaç, Düzlərində ceyran qaçar, yamaçları bəzər durar. Aram pambığa baxır, açıldır qulaç, qulaç. Düzlərində ceyran qaçar, yamaçları bəzər durar. Aram pambığa baxır, açıldır Allah, bu sənin narod. Allah, bu sənin bu benim narodlarım. Buyurun. Gelin, gelin. Çalın, elbette ki ben sual vermek istiyorum. Sizin sorulara cevap edersiniz. Buyurun. Furkan. Furkan. İşte, ay bana sen geldin, sen
Sağ olun.